Atasının 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin cinayət işinin bəzi detalları məlum olub. Belə ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi Gülçülük Savxozu ərazisində baş verib. İttiham aktında göstərilib ki, həmin gün saat 21 radələrində Ayxanın atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızı Lamiyəni dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək döyüb. Hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Anası Səadət Vəlizadə buna mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətlərini görüb, onun bu əməllərinin qarşısını almağa çalışır. Ayxan atası ilə əlbəyağı olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir. İstintaqla müəyyən edilib ki, buna baxmayaraq Ayxan atası İftixar Vəlizadənin bu qanunsuz və aqressiv hərəkətlərini davam etdirməsindən hiddətlənərək ondan qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. O, həmin bıçaqla atasının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Bununla da Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədri ilə keçirilən prosesdə araşdırılır. Lakin məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Ayxan Vəlizadə tutduğu əməldən peşman olduğunu və ittiham aktında qeyd olunan qisas məqsədi ilə bu əməlin törədilməsi faktı ilə razılaşmadığını bildirib. Ayxanın sözlərinə görə onun niyyəti qisas almaq yox, anasını və bacısını qorumaq olub. Ayxan Vəlizadə ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.